Salam, kanalıma xoş gəldiniz. Bugün pankek resepti bölüşürəm. Qabın içərisinə 3 ədəd yumurta, stəkanın 4də 3 hissəsi qədər şəkər tozu əlavə edib qarışdırıram. Yumurta ilə şəkər tozunu azca qarışdırdıqdan sonra üzərinə 1 xörək qaşığı bal əlavə edirəm. Bal istəyə görədir. Kim istəsə əlavə etməyə bilər. Bal əlavə etdikdən sonra stəkanın 3də 1 hissəsi qədər süd, vanilin, qabartma tozu əlavə edib azca qarışdırdıqdan sonra 1 stəkan yarım unu əlavə edib qarışdırıram. Yaxşı qarışdırmaq lazımdır ki, un topa şəkildə qalmasın. Tamamilə qarışdırdıqdan sonra 10-15 dəqiqə gözlətmək lazımdır. Bişirəcəyim tavanı ocağın üzərinə yerləşdirib, içərisinə yarım çay qaşığı qədər bitki yağı əlavə edirəm. Sonra bu bitki yağını salfetka ilə hər tərəfinə gələcək şəkildə yayıram. Çalışmaq lazımdır ki, tavada mümkün qədər yağ az qalsın, yağ hiss olunmasın. Pankeklərin ölçüsü hərənin öz istəyindən asılıdır. Balaca, orta ölçüdə və yaxud biraz da iri eləmək olar. Bir üzü bişib, indi çevirirəm ki, digər üzü də bişsin. Çevirən zaman səliqəli çevirmək lazımdır ki, xəmir dağılmasın, görüntüsü səliqəli alınsın. Pankeklər hazırdır, süfrəyə verdim. Çox asan və dadlıdır. Hazırlamağınızı tövsiyə edirəm. Bugünlük bu qədər. Hələlik.